Salam əziz izləyicilər, biz ilk dərsimizdə to be-nin təsdiq formasını keçmişdik. To be-nin bu dərsimizdə isə to be-nin həm təsdiq forma, həm inkar forma, həm sual forma, eyni zamanda isə qısaldırmalar və qısa cavablar öyrənəcəyik. Deməli, to be-nin təsdiq forması ümumiyyətlə indiki zamanda to be-nin 3 forması var. Am, is, are. Və bunlar şəxs sonluğu kimi tərcümə olunur Azərbaycan dilinə. Təsdiq formada, bu formada olur ki, birinci biz mübtədanı, daha sonra am, is, are-dan, yəni to be-nin formalarından birini, daha sonra isə müvafiq söz qoyuruq. To be ümumiyyətlə şəxsi vəzifələrlə işlənir. Şəxsi vəzifələri isə biz keçən dərsimizdə demişdik, bunlar idi və əgər keçən dərsimizə baxmamısınızsa, əvvəl o dərsə baxın, daha sonra isə bu dərsə davam edərsiniz. Çünki o dərsimizdə biz izah etmişik ki, hansılar şəxsi vəzifələridir və to be-nin hansı forması, hansı şəxsi vəzifələrindən istifadə olunur. Deməli, təsdiq formada bu cür yazılırdı. I am a student, mən tələbəyim. You are a student, sən tələbəsən. He is a student, o tələbədir, kişi cinsində. She is a student, o tələbədir, qadın cinsində. It is a pen, o karandaşdır, qələmdir. We are students, biz tələbələriyik. You are students, siz tələbələrsiniz. They are students, onlar tələbələrdir. İnkar formasında isə biz yalnız to be-nin formalarından sonra, yəni am, is, are-dan sonra yalnız not inkar hissəsini artırırıq. For example, biz təsdiqdə dedik ki, I am a teacher, I am a student, sorry. I am a student, mən tələbəyəm. İnkarda deyirik ki, I am not a student. Mən tələbə deyiləm. You are not a student. Sən tələbə deyilsən. He is not a student. O tələbə deyil. She is not a student. O tələbə deyil. Lakin bu kişi cinsində, bu isə qadın cinsində istifadə olunur. It is not a pen. O qələm deyil. We are not students. Biz tələbələr deyilik. You are not students. Siz tələbələr deyilsiniz. They are not students. Onlar tələbələr deyildir. Sual formasında isə biz to be-nin formalarını, yəni am, is, are gəlir cümlənin əvvəlinə, yəni mübtədadan əvvələ. For example, am I a student? Am I a student? Mən tələbəyəm. Are you a student? Sən tələbəsən. Is he a student? O tələbədir. Is she a student? O tələbədir. Qadın cinsində, bu isə kişi cinsində. Is it a pen? O qələmdir. Are we students? Biz tələbələriyik. Are you students? Siz tələbələrsiniz. Are they students? Onlar tələbələrdir. Və eyni zamanda siz cümlədə to be-ni bu formada da görə bilərsiniz. Şəxslərdən bu formada istifadə oluna bilər. Bu isə qısaldırmalardır. Yəni I am belə də yazıla bilər, belə də yazıla bilər. Formal formada bu formada yazılır. Amma qeyri-formal isə bu formada yazıla bilər. Eyni zamanda danışıqda daha çox istifadə olunur. Və qısa cavablar isə, əgər biz məsələn sual veririk ki, are you a student? Cavab veririk, yes, I am. İnkarda isə yox demək istəyirik, mən müəllim deyiləm, mən tələbə deyiləm. Onda deyirik, no, I am not. Yes, I am, no, I am not.